Salam aleyküm, əziz və hörmətli dostlar. Allahın adı ilə Beyin Mühəndisinə qarşı Türkcə əski kitablar bölüm proqramının 451-ci bölümün başçılıq xeyirli olsun. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, onunla tanış olaq. Mən bir neçə gün bu tərtibi vurmuşam bir-birinə, onun üçün qeydirəm təzəşdən. Bu roza açılmadı, bunu bağlayaq. Delete eləyək keçsin. Əlbəttə təzədən indirmişəm. Açılacaqdır. O taza, amma burada deyil. Bunları buradan delete eləyək. Xeyriyyə Yusifin abi oxuduq bu kitabı. Açıldı da. Nəhalistanı da bir neçə cələsə bundan öncə oxumuşduq. Gedək bu nəsihətnaməni açaq görək ki, bu nəsihətnamə nə deməkdir? Kitabın əvvəlcə fiziki, yəni kağız nə cür saxlanır, harda saxlanır, ona bir diqqət edək. Ehtimalən bu İrandadır, çünki İranda deyil. Millət Genel Kitabxanəsi ehtimalən olacaqdır. Orada saxlanır, yəni Türkiyədə. Kitabın adı nəsihətnamə yazılıbdır PDF-də və 630 səhifədən ibarət bir kitabdır ki, PDF-də 315 səhifə görsənir. Çünki PDF-də kitabın hər səhifəsindən 2 səhifəni qoyublar. İndi kitabın açıqdır, cildi görmürük, içərisini görürük. Cild biraz təmiz qalıb, amma çox, bu birisi səfərçi şeydir, çox kirlidir. Nəsihətnamə min məarifi, buranın adı siliblər. Cəlibdir ki, burada neçə yerdə bu adlar silinibdir. Bu kitabın əvvəlində çoxlu yazılar varmış, siliblər. Kitabın adı nəsihətnamə deyil. Nəsihətnamə min, adını yazaq burada, ad. Nəsihətnaməyə min məarifi rəhmətullah Teala. Onlar silinibdir. Hətta adı da nəsihətnamə deyil, bəlkə əvvəlində bir namə min məarifi, burası qalıbdır ki, nəmənədir, rəhmətullahı görsənir. Nəsihətnamə برای تهذیب اخلاق. Sonra bir ayrı qələmi ilə yazılıb burada. Tazə gülhay cahan xoşrəng و خوشبویند لیک گلرخ مارون دیگر دارد بویی دیگر. Belə bir şey yazılıbdır. Burada deyirəm, çoxlu yazılar yazılıb, siliblər. Möhür də varmış, o möhür də gedibdir, ya silinibdir. Çünki onları siləndə o da silinib. Burada da yenə bir ayrı möhür var və bir ayrı yazı var, onlar da oxunmur. Babı göz ağrısı üçün üzüb üstünə nə deməkdir? Beləsi, bunlar da gediblər, görsənmir. Kitab burada başlanır. Adı ya silinibdir, ya da bunu bilirik ki, bu birisi səhifənin su geçib kitaba, bu birisi səhifənin rəngi çıxıb bu tərəfə bəllidir. Kitabxana daha saxlanılan yer Millət Genel Kütüphanəsi. Saxlanılan yer. Millət Genel Kütüphanəsi. Tamam. Birinci səhifədən indi biz kitabı görürük burada. Möhürü qoysaq kənara. Kitabın ortasından bir kiçik yeri yazıya kitab yarımçılıq qalıbdır. Çünki başda kitabın ya adına ya Bismillah üçün yer qoymuşlar, yazılmayıbdır. Ha belə kitabın ortasında yazılıbdır yazı və bunun dövrəsinə çərçivə dizilmişlər, dizilməyib. Çünki kitabın ortasına da deyil. Kitabın yazı qədər də enindən boş qalıbdır. Bu bunu göstərir, kitab yarımçılıq qalıbdır. Yazı çox gözəl bir əl yazmadır ki, bunun təqribən %99 kəlmələrin çox rahatca mənim kimi savadsız bir adam oxuya bilər. Salam aleyküm, aleyküm salam. Ərz edeyim ki, bəzi cümlələrin ya virgüllərin yerinə, nöqtələrin yerinə qırmızı bir dairə qoyubdur. Biraz yekədir nöqtədən, ona görə deyirəm dairə. Və bəzi kəlmələri qırmızıca yazıbdır.
Kitaba devam edirik. Zahirən kitabın burada ortasına bir çəsb, bir yapışqan yapışdırmışmışlar, sökülübdür. Qalan səhifələrdə burada Nə'ti Seyyidül Mürsəlin sallallahu aleyhi və səlləm. Burada Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmə tərif deyir və onun haqqında bəzi gözəl sözlər deyəcəkdir. Bu birisi səhifədə onlar ehtimalən qırmızıca yazılıblar. Nəzərə gəlir ki, kitabın başlıqların qıraqda qırmızı qələmlə yazıblar. Kitabın ortasında yazmayıblar. Onu görürük, ayələri qırmızıca yazıb, qırmızı rənginlə yazıblar və səslərini də üstünə qoyublar. Qərələr amma səssizdir. İlla ki, bəzi yerdə bəzi kəlmələr, məsələn, görürük ki, burada gölər, gülər ehtimalən gülər, ya məsələn, burada gəzər görürəm. Bu iki dana kəlmənin üstündə səs qoyubdur. Aha, bir dana da gördüm, Şəhriyar ölüb, dürür, dür, ölüb, dürür, ölüb, dürür. Məsələn, bunun da üstünə səs qoyubdur bu iki kəlmənin. Dediyim kimi, bunun bir dənə də burada ehtimalən farsca bir, yox, türkcədir. Qıraq yazı görürük, o da çox gözəl xətti ilə yazılıb. Bu kitabın xətti ilə fərqlidir. Onu bir ayrı adam yazıbdır. Kitabın əvvəli biraz çox kirli görsənirdi, amma burada dahi kirli görsənmir. Kitab təmiz qalıbdır. Qıraq yazıları burada görürük. Əgər diqqət buyursaz, burada məsələn bu səhifədə Nə'ti Əmirəl-Möminin Əbu Bəkr Siddiq rəziyallah, ondan sonra Nə'ti Əmirəl-Möminin Ömər Faruq rəziyallah, Nə'ti Əmirəl-Möminin Usman ibn Əffan, ondan sonra Nə'ti Əmirəl-Möminin Əli ibn Əbi Talib kərrəməllah vəcəhu, Nə'ti Əmirəl-Möminin Əl-Həsən vəl-Hüseyn və Həmzə və Əbbas dördünü rəziyallah ənhüm deyə bunların da hərəsinin haqqında bir şeylər yazıbdır. 50-ci Nə'ti ma fil ali vəl əshabi rizvanullah aleyhim əcməin. Burada da tamam. Səbəbi təhriri kitab, bunu burada səhifə 26 yazaq burada. Mən bu mühümdür. Bu 26-nı yazım ki, səbəbi təhriri kitabdır. Qıraqda çox yazılar görürük. Bunları oxumağa qeydəndə baxarıq. Kitabın xətti çox gözəl, insafən çox gözəl yazılıbdır. Burada yenə bir yapışqan, kitabın bəzi səhifələrində yapışqan yapışdırıblar. Bir yapışdırıcı bir şey yapışıblar. Əcəba qopmuşmuş ya cırılmışmış. Amma onlar düşüblər. Burada da kitabın arası biraz qərə görsənir. Əcəba nədən dolayıdır? Onu bilmədik. Çox xətti məhşər bir xətdir. Çox rahatca mənim kimi savadsız bir adam da bunu oxuyub ləzzət apara bilər kitabdan. Kitabın üst tərəfindən su gəlməyi görürük. Ehtimalən bu aradakı qərələr də oradan ola bilər. Bəzi yerdə bu ağlar ki görüşür kitabda aşağı ortasına yaxın, o Şiraziyə yaxın bir ağlar görürsün. ehtimal verirəm ki, o ahar ki qədim vurdular kitaba, qələm rahat hərəkət eləsin, yazsın və rəng gözəl görsənsin. O ahar orada tökülməyə başlamaq halinə gəlibdir. Onun üçün ola bilər. Kitabın başda görürsünüz, güşədə bəzi yerdə su gəlmək görsənir. Bəzi yerdə əlbəttə az görsənir, bəzi yerdə çox görsənir. Hər halda kitabın ortasına, şirazəsinə su gəlibdir. Burada da qıraqda bir su tökülübdür, ya nə tökülübdür, çay tökülüb ehtimalən kitabın üstünə. Kitab təzə qalıbdır üst-üstə. Kitabın başı üstündə səhifələr görürük, şumarələr qoyublar. Bunları Osmanlının əleyhinə kodota olandan dövrdən sonra qalan nəcat tapmış kitablardandır ki, sonralar alimlər gəliblər, türk alimləri bunların üstünə latincə ədəd yazıblar. O qədər bilmirlər ki, laqəl özümüzün əski tarixi ədədlərimizi yazma sistemimiz var. Onunla yazalar, latincə ilə yazıblar. Kitab eyni səbk-ü səyaqla əvvəldən axirə yazılıbdır və biz yetişdik kitabın son səhifəsinə. Bura son səhifədir. Görək ki, burada bir qonu həmən oxuya bilərik. Mən istəyirəm ki,
Bu bir səhifə yarım bu sondan oxuyaq, sonra qeydaq kitabın əvvəlinə, ya da ki bu axirindən amini gördüm. Amin ya Rəbbəl aləmin. Buradan sonranı oxuyaq, sonra qeydərək gəllik bunu oxuyarıq. Çün söz buraya gəldi, bu cildi bunda tamam edəlim. Yəni bu birinci cildidir. Pəs bu yazaq burada birinci cild. Tamam, bu birinci cildidir. Görürük əlimizdə. Çün söz buraya gəldi, bu cildi bunda tamam edəlim. İnşallah Teala cildə əxiridə, sonuncu cildə təzkiri oliyaya ihtimam edəlim. Onda təzkirə yazacaq. Təzkirə nə deməkdir? Böyük alimlərin zindicanlığının haqqında yazacaqdır. Təzkirə o deməkdir. Edəlim. Ta hər birisi başqa bir kitabı ola, kitab kimi ola. Hərəsi özünə bir kitab ola. Adəm ola ki, birini yazdırmağa iktifa qıla. Bir adam ola ki, birini bunların yazdırmağa iktifa eləyə. Bu qədər yazıbdır, daha tozih verməyibdir. Əlbəttə, burada bahər çenişini yönəşud cəm edilət və to nərmid zəhmət ab o gelət. Belə bir şeir burada aşağıda yazıblar. Bu da bir ayrı xəttinə yazılıb. Yenə də şey yoxdur. Burada möhürləri görürük. Vaqif kimdir? Ali Paşa İbni mərhum Nuh Əfəndi. Vaqif də yenə vəzir-i əzəm. Vaqif. Bunu əgər deyə bilsək keçəldik. Burada birinci dəfə idi gördüm bu möhrü. Ona görə istədim bunu oxuyum. 312 vərəqdən ibarətdir. Yəni 600. Əlbəttə cild ilə olur 630. Burada yazıb ki, vəqfil الوزیر الاعظم وقت وزیر اعظم علی پاشا ابن مرحوم Nuh Əfəndi. Bu da bunun vəqfidir. Əlbəttə buradan bəlli olar ki, bu hangi tarixdə yazılıb, amma gedək kitabın əvvəlindən baxaq, görək ki, nələr var. Kitabın adı görmədiyi üçün başlayaq, əvvəldən biraz sürətlə oxuyaq. Çox kəlmələri məni eləməyəcəyəm ki, eləyə biləm. Biraz çox oxuyaq və kitabın haqqında bir məlumatlar elə gətirək. Tühəfi təhiyyat bihəd və hədayay məhamid la təhsa. Məhamid la tuhsa və la tuəd. Şül padişahın dərgahına ərz olunur ki, cahan padişahları qapısında bir kim gədasidir və cəvahir şükr sipas və dürəri asiniyyeyi qiyas asiniyyeyi dürəri asiniyyeyi səna sözü cəm bağlıdır ehtimalən asiniyyə yazıbdır. Dürəri asiniyyeyi bi qiyas şül kəlməni silibdir burada. Bir nəfər bilmir ki kimin üstünə şül anun əşqinə nisar qılınır ki 18.000 aləmin vücudi anun ədnat ətasidir. Bir nəfəsdə verdiyi nemətin 100.000 illərlə çalışıb şükri əda qılınməz. Çün şükrə qüdrət dəxi anundur. Şükrə qüdrət dəxi anundur. Pəs əczidən xeyri şükrə nə çarə bulunmaz. Etirafı çox gözəl bir türkcə ilə davam edir. Görürsünüz. Etirafı əcz-i qusur, etirafı əcz-i məzəllət kimi bəşərdə vəsilət olmaz. Qərar-ı qusur. Burada aşağıda yazıb ki, mərifət, yəni o birisi səhifə mərifətlə başlayacaq. Əgər o birisi səhifə o kəlmə ilə başlamasa ki, aşağıda sətridən eşikdə və aşağıda yazıbdır, onda bəllidir ki, o səhifə cırılıbdır. Mərifət kimi insanda fəzilət olmaz, qusur-i mərifət olacaqdır. Ehtimal əcz, qusur və məzəllət oxusaq daha yaxşı olar. Qərar-ı mərifət kimi insanda fəzilət olmaz. Bir zərrə qədər mümkün fəqirün nə qüdrəti olur ki, xəllaq qadir mütləqün kəmalatını ədd edə bilər.
Bir avuç xaç xar həqirün nə taqəti olur ki, xəllaq cəhanə turub həmd edə bilə. İnsanı deyir. Ol bir həzrət izzətdir ki, hərim-i kibriyay hüviyyəti ism-i rəsmindən münəzzəh və mübərradır. Və hərəm-i sahi əhədiyyəti haddu həsrdən mücərrəd و müərradır. Müərra paç olmaq. Və niyyət xuda zatində vəhdaniyyətdir. Mən niyyət oxudum. Vəhdaniyyət zatində bi məsəldir və bi həmta. Qur'an ayəsi. Leysə kəmislihi fil ərzi, leysə kəmislihi şeyun fil ərzi və la fis-səmai. Ol bir qadirdir ki, kəmal qudrəti ilə şəq eyləmişdir sübhi vücudi eşqi ədəmdən. Ya da ki, ənəqi ədəmdən. Ənəq olacaqdır. Eyn, nun, qaf. Eşq kimi yazılır. Mən bunu eşq oxudum, amma gördüm ki, ədəmdə eşq olmadığı üçün bu ənəq oxunacaqdır. Əlbəttə səsini də qoyubdur. Ənəq səsləri ənən gedir və q, ənəqi. Ənəqi ədəmdən ta cəhanda və vəhdaniyyətinə dəlil ola. Və ol bir həkimidir ki, vufur hikmət ilə fütüq eyləmişdir. Fütüq bilmirəm nə deməkdir. Fütəq üstüzəm. Fütəq eyləmişdir. Rədqi cəm'i eyni qədəmdə. Bunlar ki, beləsi oxuyuram, düzəldirəm. O dür ki, fütəq və rədq bunların səslərin qoyduğu üçün beləsi oxunur. Eyni qədəmdə. Ta hər şey məqam cəmiyyətdə ikən yenə təfzil bula mir'at aləmə cəla vermişdir ruhi adəmlə. Ta onda eyni müşahidə və əyan ola və hər mövcud nəfəs etmişdir bir sifətdir. Və hər mövcud nəfəs etmişdir bir sifətdən dəm ilə. Ta hər zərrədə zatine bir nişan ola. Əfalini mucab etmişdir sifatine və sifatini niqab etmişdir zatine. Kəndüyü ixfa etmişdir gayəti zahir ikən. Heç kimsə ani görməz hər kişi ana nazir ikən. Əcəb qudret و qərib hikmətdir ki, bir vəchi olmuşdur ki, nüqab olmaz ana illa nur. Və bir zatdır ki, hicab olmaz ana illa zuhur. Və bir qeybətdir ki, səbəb olmaz ana illa huzur. Hər bəsər ondan qeyrinə baxmaz. Hər bəsər ondan qeyrinə baxmaz. Və yenə mümkün dəcüldür bir basirə, basir baxan gözə, ani görməz. Hər şey ilə bilə dərinə münəzzəhdir. Məiyyət birlik, bərabərlik. İki şey birbiri ilə ya bir şey bir ayrılarla yapışaraq. Məsələn, deyirik ki, mən Həsən ilə gəldim. Burada mən və Həsən bərabər məiyyətdir. Mən mizin yanındayam. Burada məiyyət var, mizin yanı. Məiyyətdən və hər nəriyə nəzər etsən, onda dürriyyətə müqəddəsdür cəhətdən. Vücudu kəndüdən qeyri nəsnə bölünməz. Yenə böyle ikən zatına kesrət gəlməz. Hər anda bir yüzdən nişani vardır. Və hər şanidə bir dürlü nişani vardır. Hər məzhərdə bir surətdən təcəllisi vardır. Və hər gönüldə yəni, hər köküldə bir yoldan təsəllisi vardır. Bir məhbubudur ki, bin dürlü libas ilə görünür.
Amma yenə zatında hər libasdən müərrab bulunur. Şunlar ki, müşəbbəhdir, ani bir surətlə gözdürürlər. Gözdürürlər, yəni görürlər. Müşəbbəh insanlar. Onlar ki, təşbih edirlər, bənzədirlər. Bunu deməkdir. Şunlar olar, yəni şunlar bunlar. Şunlar ki, müşəbbəhdir, ani bir surətlə gözdürürlər. Məbud mütləq. Bu nə deməkdir? Budpərəstliklə işarə edir ki, budpərəstlikdə insanlar Allahı, Quranda da bir ayə vardır ki, əgər budpərəstlərdən soruşsan ki, bu sizin Allahınızdır, deyəcəklər, yox, bu Allahın yer üzündəki görüntüsü və nişanəsidir. Onu da Quranda yenə də ayələr var ki, məsələn, o butlar ki var idi Allahın yer üzündə nişanələri, onlar hərəsi, onlara da ilah deyilirdi, ilah ərəb dilində. Allah da bəlli ilahdır, bəlli ilah. Allah bəlli ilah deməkdir. Onları insanlar Allahı biri təşbih edirdilər və məsələn biri xurmadan düzəldirdi, biri ağacdan yonturdu, biri daşdan yonturdu, biri palçıqdan düzəldirdi. Hər bir şeylə Allahın özü müşəbbəh edirdi. Məbud mütləqlərini bir tor ilə müqəyyəd qılırlar. Onlar məbud mütləq, tərcümə dedim eləməyəcəm. Məbud mütləqlərini bir tor ilə bir cürə müqəyyəd qılırlar, misalını vurdum. Və necələr olur ki, kəndülərini ərbab-ı tənziyə sanırlar. Haqqın hər surətdə təcəllisindən qafil olurlar. Bəli, cəmi surətiyyatdən, surətiyyat yəni cismiyyat, hər nə ki eləyə bilək, təsəvvür eləyək biz, ya görək, ya eşidək, ya bilək, ya hiss eləyək. Bunlar hamısı ya ətrin çəkək, onlar olur surətiyyat. Surətiyyat, bəla, cəmi surətiyyatdən münəzzəhdir zatində və yenə kəndü, burada kəlmə çıxmışmış yaddan, qıraqda izafə edibdir. Və kəndü eylə ikən təcəlliyatı vardır ədəm mir'atində, vücudun zuhuri də məratibi çox olur. Hər kişi anlayıbdır ki, mərtəbədən xəbər verir. Gərək sən qəbul eylə, gərək inkar. Leysə fiddari qeyruhu dəyyarun. Amma səqin davam edir. Mən istəyirəm ki, buradan geçim, gedək Həzrəti Allahın haqqında çox ciddi məsələlər əlbəttə mətrah edir. Gedək bir o birisi səhifələrdə görək ki, hardan bir şey başlayır. Burada nəti Həzrəti Muhammed sallallahu aleyhi və səlləm başlayır. Buradan da biraz oxuyaq, bir-iki səhifə. Əslində oradan demək olar ki, biz 8 səhifə oxuduq. Yəni bura gəlincə demək olar ki 6 səhifə. 6 səhifə oxumuşuq. İndi gedirik Həzrəti Peyğəmbərin haqqında yazdığı bölüm. Ruh-i əskərinin mehtərləridir. Burada əlbəttə bir şey yazıb, onu biraz da dallıqdır. Və inayət meydanının mümarisləridir. Sine-i sərirün sərvərləridir və ruhi əskərinin mehtərləridir. Xüsusən içlərində şül behtəran aləm, içlərində şül behtəran aləm və xülasəyə təvayif bəni Adəm, sədr eyvan nübüvvət və mühri asman fütüvvət, şahi məmalik ərsi mələkut və mahi dərəcat aləm cəbərut, məzhəri eyvani əqdəs və mənbəi bihar feyz müqəddəs, sərçeşmi zulali. Burada bir əsrar sözü yazıbdır ki, bu ehtimalən harda bu qələt imiş, onu istəyib düzəlsin. Bir də baxarıq görürük. Məzhəri eyvani əqdəs və mənbəi bihar feyz müqəddəs, sərçeşmi zulali feyzani
İsmət və sərdəftər divan dövlət yazıb, dövlət yazmayıbdır. Səs qoyubdur. Qutbi fələki risalət və mehvəri mintəqeyi səs qoyubdur. Cəlalət imad bunyad əqalim بالا و بستی پستی و عمده اقالیم دیار هستی اصل اصول آفرینش و واسطه عالم دانش و بینش مرکز دایره دولت دو cəhani və dairə mərkəz səadət çamrani. Çox görürsünüz nə gözəl cümlələr yazıb. Yəni mən biraz qələti oxuram əslində. Əslində bu şeirdir, modern şeir. Amma buna şey dilində, ədəbi dildə, türk və fars ədəbi dilində, ərəb dilinin ədəbi dilində buna səc edirlər. Yəni qafiyəli düz yazı. مرکز دایره دولت دو جهانی و دایره مرکز سعادت چامرانی پیشوای اصحاب توحید و مقتدای ارباب تجرید متمم بیت معمور شریعت و معلم رق səslərin qoyubdur. Müəllimi rəqqi mənşur təriqət sultan sərir qürbət vüsul və məhzi ləssi nəssi. Bunu ləssi yazıb sonra üstündə yazıb nəss. Mən bunu nəss oxumalıyıq çünki o lə deyilmiş. Və məxsusi nəssi səadət və ma Muhammedin illa rəsulun müxatəbi xatab alişən. فذکر و مجاهد جهاد فرمان قم فانذر bürdübar dözümlü. Bürdübar əslində yükü daşıyan, bürdbar iki kəlmədəndir. Bürdübari yəni yükü daşıyan, dözümcü. Bürdübari inna sənulqi əleykə hökmü burdar. Hökm burdar bərdar deyil, burdardır, yəni hökm verən, aparan. Bəlləğ ma ənzələ iləykə mütəsəvviri nüsrət inna kəffəynəkəl müstəhziin əcir ücrət qul ma əsəlukum əleyhin min əcrin və ma ənə minəl mütəkəllifin şəhsvar meydan hidayət və şəhriyan eyvan inayət məhrəm əsrar nəhان subhانی və məhbət fیوز تجلیات رحمانی کوکبی سماعی یقین و کوهی فلکی تمجین مقیمی خلوت خانی غار معدنی حلم و صبر و وقار فسیح لسان فسیح canan. O fəsihinə bu fəsihin fərqi var. Üstdəki fəsih o ki sürətlə və yaxçı danışır. Cümlələr ki qurur, qabili fəhmidir. Məsələn, bunları bəzi dostlarımız ki ömrü yetər, Ayətullah Mələkuti var idi, namaz cümə qılardı. Allah rəhmət eləsin, ölüb gedibdi. O Ayətullah Mələkutinin əvvəldən axıra hər kəs otursaydı sözünün axıra baş tapmazdı nə dedi. Çünki cümləni quranmırdı. Özəlliklə əgər farsı danışsaydı. Farsı danışsaydı, əsən bilmək olmazdı bu adam nə deyir. Amma bu ikinci fəsih bilmirəm nə deməkdir, sin iləndir. Üstdəki satınandır, bu sin iləndir. Səbr-ü viqar, fəsih lisan, fəsih can, seyyidi bəsəndidə, büsəndidə, əlbəttə pəsəndidə deyil, büsəndidə, seyyidi büsəndidə və nuri hər du didə, puştey, kişvət puştə, puşidə halətindədir, amma puştey, keşvəti məhəbbət, keşvət mən oxuyuram, ola bilər ki kesvət olsun, amma nöqtəsi var 3 dana. Puşdeyi kesvət olacaq qətən bu mənaya gəlir. Çünki puşidə yazacaqdır, puşdə 2 tı qoyubdur. Puşideyi kesvəti məhəbbət və nuşəndeyi. Aha, puşəndeyi. Ye deyil, puşidə deyil, puşəndə. Puşəndeyi kesvəti sob zeynə gəlsə 3 nöqtəli s olar. F olar Süreyya kimi, Thüreyya kimi. Bu ehtimalən ilə o da amma dəndanə qoyulublar. 3 dənə dişi var.
puşəndə-i kəsvəti məhəbbət keşvət də oxuna bilər, bilmirəm mənası nə olur, amma mən burada məhəbbəti paltar kimi hiss edirəm. Puşəndə-i keşvəti məhəbbət və nuşəndə-i şərbəti məvəddət, gül باغ صفا و بلبل بوستان وفا، رسول محذب سیرت و نبی مطیب سریرت، پیغامبر مطهرزاد دین پروری مقدس صفات، هادی ترک السابقین و اللاحقین و موضح سبل الاولین و الاخرین، مستخدم اعاظم ملوک و سلاطین و مستتبع اماجد الامراء و الخواقین، رافع الولایت رافع الویت کلمات الله الاولی. الویه oxuyacaqdıq, qərət oxudum. Rafi, çünki səs qoyubdur. Rafi الویت کلمات الله الالیا و واضع ابنیت الشریعت الگرا، صاحب البیان المتحره. Bunu eşikdə yazıb qabağında səhih qoyubdur, yəni ki düzdür bu elə. Əl-qati vəl təbyan sati. Sati nurdur ki işıqlanır, işıq verən bir şey. Təbyan da bəyanın bir və din-i tahiri və nur-il bahiri seyyidül anbiyai və sənədül asfiyai. Əni yəni murad, mənim istədiyim. Seyyidina və Mevlana Muhammed el-Mustafa sallallahu aleyhi və alə alihi təyyibin və əshab-ı tahirin və tabi'in ləhum əcməin ilə yevmil həşr və din. İşari istilahat elmi heyət. Buradan bu yüzden elmi heyət haqqında deyəcəkdir. Görək ki nədir? Adı nəsihətnamədir, amma gördüyünüz kimi hələ feilən nəsihətə girməyibdir. İşarəti istirahati elmi heyət. Buradan görək, sən ol sultan-ı alişənsən ki, küre-i aləm çoğan-ı cəlalün xəmində bir sərgeçdə çuya dönmüşdür. Cuy bilirsin bir topdur da, bax deməkdir, odur. Bir cuya dönmüşdür. Və sən ol cuy və kürə. Bir kəlmədən də cuy və kürə, bir kürə yer kürəsi deyirlər və çuy deyirlər. Bunlar hamısı yumru bir şey deməkdir. Sərgeçdiyi çuya dönmüşdür. Və sən ol fəqir padişahı nişansən ki, nöh fələki qəlbün vəlayəti yanında bir ədna köyə dönmüşdür. Çuya dönmüşdür. Mühəddəbi fələki əzəmi müqəəri astani xəlvətgahindən bir nişanədir və 7 iqlimin məlikini mülki olacaq, məlikini yox. Və 7 iqlimin məlikini imarət sarayı dərunünə nisbət yer viranədir. 3 çərxi mübəccəl. 3 çərx, indi bunlar istilahdırlar da, bunların çoxunu mən bilmirəm ki, nə deməkdir, elə oxuyuram. O, bəlkə də onlar əvci, çərxi mübəccəl idrak, ziyarət həziz, zaviyə fəqrünə hər ruz şəb maildir və dəruni fələki müməssəl. İndi bu nə deməkdir? Mən bilmirəm, bunu nə oxuyum əslən, müməssəl تعال سمند یراق seyrünə hər leyl و nəhar hamildir. Mən təal oxudum, amma bilmirəm ki, düz oxudum ya yox. Asmani dili ərşi əşyanünk hər qətri. İndi burada biraz getdi cığataya tərəf. Yəni indi burada ki, gəldi elmi danışır, heyətin haqqında istəyir danışsın, cığataya getdi.
Asuman dili erşi əşyanın hər qətrəndə, hər qütründə qutr, hər qütründə hezar dərəcat şəms و mənazil qəmər var və dairi bəsat kərəm ehyanın, hər güşəsində bin bin kəvakib nüsrət və nücum zəfər var. Sinə-i bi çinin kürsisi içində mərkuz ya mərkuz, mərkəz mənasına gələr, mərkəzlər. Mərkuz olan səvaqib səvabiti nübüvvətin hər biri bir mehr can ara olub, dərdü fuad bi inadın qəzası arasında tərtib olunan fələk-i səyyare fütüvvətin əflaki, fütüvvətin səyyarənin yerinə ehtimalən əflac, fələkin yerinə əflac oxunacaq. Aha, indi başladım. Üstünə bir 7 kim qoyur, onu eşikdə yazır, əflac. Pəs arasında tərtib olan əflaki səyyari, fələki əflac səyyarənin yerinə də ola bilər olsun. Çünki burada da bir yazı görürəm qoyubdur. Amma olunan əflaki səyyari fütüvvətin hər birisi ərşi müəlladən əla olub durur. نصف النهار دولتün ta əbədi səmti rəsi səadət və tövfiqdən ayrılmaz, ayrı getmək, eğrilməz və üfüqi həqiqi izzətün ələd dəvam mərkəz aləmi təhqiq və mərifətdən ayrılmaz. Orada eğrilməz yazmışdı, burada ayrılmaz yazdı. Səslərin qoyduğu üçün beləsi deyirəm. Dairi irtifai cəlalətün fələki əzəmdən çəkib durur və nəsr tayir risalətün, bu nəsr dəndəli sığınandı, bilmirəm nə deməkdir. Yenə ehtimalən əflac sözüdür da, yəni bilmədiyimiz üçün. Və nəsr tayir risalətün dərəcat səmadən yuqarı üst, ucub durur ya da üçüb durur. Yaz səsin qoyubdur, amma dururu qoyubdur. Şuru-i şər-i mütəhhərün mütəmmim haviyə hər şəriət olub durur və təriq-i mütəvvərün rəhnumay hər təriqət və millət olub durur. Fələkil buruc xidmət şərifün mintəqəsini hezar uqudi dərəcat vilayi ilə belinə bəğləmişdir. Müəddilün nəhar əsr ünsür lətifün məzac mütədili, burada bəğləmiş, haradaydı? Bəğləmiş, aha. Bəğləmişi ilə burada yazıbdı, amma ehtimalən bəğlənmiş gərək oxuyaymış, yox, bəğlənmiş, onun düzü bəğlənmiş imiş. Dərəcat-ı vilayə belinə bəğlənmişdir. Müəddilin nəhar ünsür lətifün məzac müəddili bulmaq üçün cəhan baqinün həvasəti təədil eyləmişdir. Hər kim ki zəbti mütabəətinə, dal zeynədir, zəbəti, hər kim ki zəbəti mütabəətinə, bunları hamısı şeydir, cığatayca yazılıbdır. Mən bugünkü dilindən oxuyuram, çünki başarmıram da, yəni. Təşəbbüs qılır əlbəttə, rəsi dövlət erişir, dövlətə erişir və hər kim ki dairi şər'ini müdara edinir, zəruri zirve-i izzətə yetişir. Sən ol zat-ı aliye münqəbət sən ki, məşriq ruhun mətləi buruc dəqaiq yəqinün olub durur. Davamı vardı, bunu beləsi gedək görək ki, hangi bəhsi bundan sonra başlanır, ona bir baxaq. Burada yenə bir bu bölümdə, bu birisi səhifədə 2 dənə sətr görürük. Biri buradan qıraqdan çıxıb üstə gedir, burada istəsək oxuyaq. Biri də burada hardan gəlibdir, bura aşağıya gedir.
Bu üstlərdən bir yerdən gəlir, gedir aşağıya. Ehtimalən bunun davamıdır. Buradan gedir aşağıya. Ki bu cümlənin davamıdır. Yəni cümlə naqis yazılıbdır. O naqisi sonra düzəldiblər. Bir buradan üstə gedibdir. Vücuddan öncə bu gələcəkdir. Sonra da burada bu hardan gəlibdir. Bunu da üstdən çəkib gətirib. Yəni burada bir yerdə bunun əlaməti var. Amma mən o əlaməti görmürəm. Baxıram amma bəlkə bu kəfün kafi kainat oradan yazacaq. Bəli, kəfündür, düzdür. Buradan o kəfin sözünün də davamı buradandır. Burada yazar ehtimalən nə cür olubdur ki, nüsxəçi. Nüsxəçi nə cür olubdur ki, bir cümlədə 2 dəfə iştibah adlayıbdır, hop bulubdur kəlməni. Onu sonra oxuyanda görüblər ki, bu naqisdir, gəliblər bir ayrı xəttlə onu yazıblar. Əlavə eləyiblər. Bunu yazan ayrı adamdır. Yəni bir nüsxəni yazan varmış, bir də nüsxəni oxuyan və tətbiq verən var imiş. Bu görünür. Bu ona görə çox önəmli kitabdır. Məsələn, hər yerdə ki bir kəlmə yaddan çıxıbdır, o tətbiq verən, yəni məsələn mən yazmışam, getmişəm. Bu məmulən biz burada indi virastar deyirik. Biz buna virastar deyirik. Virastar nə inir? Yəni fars dilində virastar deyirlər. Də bilmirəm türkcə nə deyirlər. Nə deyim? Məsələn mən bir mövzunu yazıram. Verirəm, print olur əvvəl. Qədim o cür idi. Özümüz də kompüter tayp edirik. Çünki mən bunu yazmışam, bunun qələt qulatını çox görmərəm. Çünki mənim beynim bunları hifz eləyibdir. Bunu veririk bir adama ki, adına virastar deyirik. O bunu oxuyanda elə bir taza bir şey oxuyur da, hər kəlməyə diqqət edir. Hər kəlməyə diqqət edəndə bu qələtləri görür. İndi bu adam bir ayrı kitabda necə bir kitab yazsa, bunu ona veririk. O adam ki, bu kitabı şeylir, o bunu oxuyur. Məsələn, mənim Allah rəhmət eləsin ölənlərimizə, mənim atam Quran yaxçı bilərdi, mənisini bilməzdi, az bilərdi. Amma Quranın özün hifzi kimi bir şey idi. Son zamanlarda ki, mən gördüm, hətta hər şeyi də unutsaydı, Quranı unutmurdu, namazı unutmurdu. Allah rəhmət eləsin, ruhu şad olsun. Məsələn, bir cələsədə hamı Quran oxuyur. Məmulən bizim kətdə bu vardı. Biri ölsə, onun ölən günü və o hər cuma axşamı 40-ına qədər bir də ilində toplanardıq qədim. İndi zahirən soruşdum, dedilər, yox, bu yığışıbdır. Mənim atam öləndə soruşdum, dedilər ki, hər həftə yoxdur daxı. Amma mənim bir yaxçı qardaş deyərəm ona, varımdır, əmoğlum varımdır. O dedi ki, biz özümüz bir neçə nəfərə yığışacağıq, hər həftə Quranı oxuyacağıq. O dediyim budur ki, yəni o cələsədə birdən görürsən 20 nəfər, 30 nəfər Quran oxur. Mənim ağam da özü Quranı oxuyardı, çoxlu sürətlə oxuyardı. Rəhmətlik. Birdən görərdi ki, məsələn, orada bir nəfər Quranı, ayəni qələt oxudu. Qulağı onu eşidərdi. Oğlum, onu o cür oxuma. O qələt oxudun. Adın deyərdi adamın, hər kəs olsaydı. Qələt oxudun, onu bir də qeyd oxu. Bu nə deməkdir? Bir dana kitabda təxəssüs tapıbdır. Kələməti hoppulsan, kələməni hoppulsan, ya qələt yazsan, qələt desən, onu bilər. Buna deyirlər editor. Virastar farsça deyirlər. Bu editorun işi budur. Burada da bir editor. Yəni, məsələn, deyək, bu kitabı mən yazmışam, vermişəm editora. Editor ki, bu kitabın əslini bəlkə yüzlər dəfə oxuyubdur. Bunu mənim yazdığımı oxuyanda cüzdən görür ki, aha, burada məsələn, bir dana cümlədə, burada görünür 2 cümlədir. Deyim, bir cümlə deyil. 2 cümlədə, məsələn, 4 cümlə hoppulub adam. 2 dəfə, yəni bir dəfə hoppulubdur, vəsətdən 2-3 kəlmə yazıbdır, bir dəfə də hoppulubdur, gedib bir ayrı yerə davam edib, amma düz davam edib. Ondan sonra o 2 dananı o editor ya o səhifəni çək eləyən, kontrol eləyən düzün qıraqda yazıbdır. Ona görə burada onu biz beləsi görürük. Gəldi burada nə mənə? İşarə-i əsma-i səb'i səyyarə. Burada da gəlibdir 7 dana göydə olan nə mənə onların haqqında danışacaqdır.
Bu birisi səhifədə işarə əsma-i buruc. Burada da adlarına, əsma addır da, səyyarə səb'ənin adları haqqında danışacaq. Burada da işarə əsma-i buruc, ayların, göydəki aylar ki vardı, onların haqqındadır. Bir də bunu oxuyayım ki, görək nə deməkdir. Səvabit səfhi nişan səadətündə, küdə irtələrə dəkin zərəfşanüngdür. Həmli hamili ənvari tələtüng olub durur. Və sövri, burada həml bir göydəki ayların adı, həməl. Və səvri də birdir, amili çeştizar dövlətüng olubdur. Ehtimalən burada şahın haqqında bir şeylər deyir. Mən bunları hop buldum, amma bəlkə bu şahın hangi dövründə, hangi zamanda yazılmışdı, onu deyəcəkdir. Mən biraz bunları hop buldum, geçdim. Burada oxusaydıq, ehtimal verirəm ki, o şahı tapacaqdıq ki, hangi şahın zamanında yazılıbdır. Biraz beləsi bir baxın, bəlkə bir adam adı görsəm. Sərətanu, dedik ki, səvr amili çeştizar dövlətin olubdur. Bu dövlətdən danışır, yəni ki, bir şahın adından danışır, amma dəvətün həyakili gərdən cövraya hail olubdur. Covza da ola bilər, cövra da ola bilər. Mən cövra yazıb, amma covza ola bilər. Sərətani dilü canidən xidmətüngə mail olub durur. Əsədi, bunlar hamısı dediyimiz kimi o cürdür. Mən indi biraz buranı geçməyə üşənirəm ki, qeydirəm daldan hardan qaldım, oradan baxım. Heç olmasa baxım görüm ki, buranı oxumuşduq. Buranı da oxumuşduq. Buranı da oxumuşduq. Burada Həzrət Məhəmmədin haqqındadır. Amma düzdür, o göylərə görə danışır, amma bunu danışır burada. Təriqün məntiqi nöqteyi tədil və ihtida olub. Üstürlabı filan bunlardan danışır, amma görək ki, bunların içində istəyirəm ki, o şeyi itirməyək, yəni kitabın Həzrət Məhəmmədin haqqındadır bunlar, görsənir, sümmə ədna, sümmə dəna fətədəllə fəkani qabəl qusneyn o ədna xatəm-i nübüvvətin haqqında. Aha, burada nə mənə? Şərifün ləfət eylədük və kütübi təkalif ənbiya ma təqəddəmi işarat ərqam əqram şəriət mənifinglə təsəttüh eylədün yəni. Burada Həzrət Məhəmmədin haqqında devam edir. Buranı baxdıq biraz, amma bir şey görmədik. Təzəşdən buranı gördük. Bu birisi səhifəyə baxaq görək ki, burada da bir şey görmədik. Burada o asmanı yetdiləri oxumuşduq, olardı. Bura çox burada deməyəcəkdi zaten. Əlbəttə baxaq da biz yenə də bir beləsi davam edirəm. Baxıram görüm ki, bəlkə bir ad görərəm və getmərəm onu. Mümkündür ki, burada o yazmıyor. Yəni burada indi mən Həzrəti Məhəmməd haqqında görürəm. Mən inanmıram yaza, çünki bundan sonra yadıma indi düşdü ki, yəni bundan sonra keçir Adəm xəlifələrin haqqında yazacaqdı. Və izə xəzə misaqən nəbiyyin, burada olardı. Həzrət Peyğəmbərin haqqında olacaqdı bunların hamısı. Xatəmül ənbiya olsa gərək. Yenə bu bir yerdə burada buduxa. Burada deyir ki,
Məsələn, və cəmi əqtar ərzı şəriəti yetişsə gərək. İndi bu gərəkdən sonra bir cümlə yaddan çıxıbdır. Onu təzəşdən burada ayrı xəttinə, əlbəttə bu xəttə bəli, bu xətt aynı bu xəttdir. Cəl özü yazıbdır. Derlərdi. Burada nədir? Xatəmül ənbiya olsa gərək və sərdəftəri əsfiya olsa gərək derlərdi fil cümlə. Beləsi davam edir. Həzrət Məhəmmədin haqqındadır. Buranı da gördük. Ondan sonra gedəcəkdir əshabın haqqına. Ona görə çox da diqqətlə baxmağım. Burada da yenə də bu hardan çıxıbdır? Burada elə özünün, bu kəlmənin özünün, dururun yanında bu cümlə yaddan çıxmışmış, onu yazıbdır. Təzəşdən bu da bir ayrı kəlmədir. Burada hardan çıxıbdır? Ehtimalən yenə buradan çıxıbdır. Onu da təzəşdən yazıbdır. Mavzağəl. Bəli, bunlar fiilən Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin haqqında yazılmış sözlərdir ki, burada gəlir yenə gözəl sözlərlə Qur'an olmayacaq. Əd'u ilakum iləl əzizil qəffar, kitab-ı mübin. Bunlar Həzrəti Məhəmmədin haqqında olan sözlərdir. Mən 26-cı səhifəyə yavaş-yavaş gəlirəm. Nə'tül əşərətil mübəşşirə. Nə't əşəri mübəşşirə nə deməkdir? Əşəri mübəşşirə adlarını burada deyəcəkdir. Mən ona adlarını oxuyaq, bilaq ki, əşəri mübəşşirə kimdir? Həzrəti Məhəmməd dirikən 10 nəfərə deyibdir ki, siz behiştə gedəcəksiniz, sizin şəkkiniz yoxdur. Onlara deyirlər əşəri mübəşşirə. 10 nəfəri ki, onlara bişarət verilib, muştuluq verilibdir. Nə'ti əşəri mübəşşirə xüsusən içlərindən şül əşəri mübəşşirə və ərvahi mütəhərrəcə hər biri şəriət bustanının bir gül rə'nasi və təriqət gülüstanının bir bülbül cüyasi gül bağının bir sərvəri dilarasi bir sərvi dilarasi və can məclisinin bunları o cür oxuyacaqdım, hamısını yəni öz türkçəmizi oxuyuram. Bir məhbub zibasi səfa fəzasının nuri və vəfa ruzəsinin nuri səadət eyninin qürrəsi və siyadət vəçinin qürrəsi hidayət leşkerinin dilavəri və inayət bəhrinin şinavəri tohid ləccəsinin qəvvasi və malikül mülk hərəminin xasi olmuşlardır. Adlarını yazmadı. İndi buradan getir 4 dənə xəlifələrə xulafai ərbəə deyə onların adını yazıbdır. Sonralar ehtimalən Raşidin qoyublar ya da əvvəldən Raşidin deyiblər. Ondan sonra gəlir burada Əmir el-Möminin Əbu Bəkr, Ömər, Osman, Həzrəti Əli əleyhissalamlar, hamısına əleyhümüssalam. Ondan sonra Nəət Əmir el-Möminin Həsən, Hüseyn, Həmzə və Əbu Bəkr, bunlar da burada gəlir. İndi xas. Nə'ti baqi ilə burada da gəlir baqi al-u əshab onların haqqında bir səlam-ı səlavat eləyəcəkdir. Ondan sonra gedir 26-ya gəldik. Buradan kitabın özü başlanacaq. Səbəbi təhriri kitab. Bundan öncə bir səfə oxuyaq, görək ki, burada bəlkə bir işarə olar. Ştapançı zaman yazılıbdır. Cəmisi mütəşəbbisan şər'i mübin din Əhmədidir və cümləsi mütəməssikan həbl mətin təriq Məhəmmədidir. Haqqi təbarəkə və təala cəmisindən razı və xoşnud ola və cümləsi anın huzurunda. Burada huzur sözünün cennet qıraqda yazıb həzrətində. Həzrətində məvdud ola. Hər birinin ruzi axirətdə məratib səniyyəsi ola və hər birinin cənnət-ü firdevsdə dərəcat-ı illiyyəsi ola. Daima ərvahi mütəhərrələrindən ümmət-i seyyidil mürsəlinə imdad, tevfik və inayət əksik
olmaya ve her vaxt nüfusi müqəddəsələrindən nüfusi zümri müminine imdad, irşad ve hidayet əskik olmaya. Amin ya Rabbil alemin. Səbəbi təhriri kitab, buradan bu üzəni oxumalıyıq. Səbəbi təhriri in kitab. Görürsünüz ki, burada in kəlməsi gəldiyi üçün mənə belə gəlir ki, in farscadır. Amma ola bilər ki, Cığatxay türkçəsindən gəlmiş olsun. Bunu Cığatxay kitabları oxuyanda diqqət etməliyəm, görüm ki, bunu nə cür yazırlar. Amma bu ki yazılıb burada səbəbi təhriri kitab, bunu Nəssah yazıb. Biz biliyoruz ki, bu kitabı bir Nəssah yazıbdır. Əsl yazar deyil. Çünki məmulən Nəssahlar başlıq yazırlar ki, mətləbləri bir-birindən ayırsınlar və başlığı normalda rəngin və dilin değiştirirlər ki, bəlli olsun bu kitabın yazarı bunu yazmayıbdır. Bunu Nəssah əlavə edibdir. Kitab rahat oxumaq üçün. İndi də bu elə şeydir. Məsələn, bir dənə binanı istəyirlər ki, məsələn, mən Almanda gördüm bunu, çox sevdim. Məsələn, bir saxtıman bomb düşübdü, əski bir saxtıman imiş. Bir tərəfi dağılıb gedibdi. Bir tərəfi qalıbdı. Onu bir tərəfini ilə ucuzlu saxlayıblar. O dağılan tərəfin bir şüşə ilə düzəldiblər. Ki, yəni bu saxtımandır, istifadə edirik, amma bu qədimi imiş, bunu sonra beləsi yapdıq, memarlıq olubdur. Bu o ki, yəni çox əl aparmayaq. Məsələn, indi mən yadıma gəlir Təbrizdə ikən gördüm ki, bu miras-ı fərhəngi deyirlər, nə deyirlər adına? Və mərəmmət asar tarixi deyə bir təşkilat var İranda. Təbriz bazarın məsələn mərəmmət edirdi. Kərpişləri sökürdülər, tazaşdan. Bunu elə tikiblər ki, taza ki tikilib, indi getsəz görəcəksiniz Təbriz bazarına, baxsaz göyə. Bu əski, yəni bir 35 il bundan qabaq, 40 il bundan qabaq, 50 il bundan qabaq şeylə əslən oxumur. Değiştiriblər, komplet değiştiriblər. Yəni kökündən bu divarları değiştiriblər, səqfin modelini değiştiriblər. Məsələn, səqf qabaqdan biraz dik idi, indi biraz yastıdır. Bu nə deməkdir? Bu deməkdir ki, o tarixi memarlığı değiştirirlər, ona bir ayrı memarlıq hüviyyəti verirlər. Yəni, məsələn, indi mümkündür adamlar bilməyərlər, amma 50 ildən sonra, 100 ildən sonra adamlar deyəcəklər ki, biz bura baxırıq da, əlan bura baxırıq, bu məsələn Pəhləvi dövründə tikilibdir. Ya bu, məsələn, bir ayrı dövrdə tikilibdir. Çünki, məsələn, qabaqçı memarlıq, məsələn deyirəm, bu bazar neçə dövrədə tikilibdir. Deyək, bir dövrə Səlcuqlar dövrəsində tikilibdir, ya Qəznəvilər dövrəsində, bir dövrə Səlcuqlar, bir dövrə, məsələn, Moğollar, bir dövrə, məsələn, Osmanlılar, bir dövrə Səfəvilər, bir dövrə Qacarlar, bir dövrə filan, bu cürsü yəni tikilibdir. Buna artılıbdır. Amma indi bunların hamısının modelini değiştirəndə elə bir ki, bu bazarı məsələn, deyək ki, 50 il bundan qabaq tikiblər buna bir sistem veriblər, məsələn, Cumhur İslaminin bazarıdır, məsələn. Və bəd, səbəbi təhrir oraq məqalat və baisi təhrik sizli ibarat oldur ki, gördüm ki, ömr geçməkdə və əyyam dökünməkdə. Əyyam dökünməkdə. Dökünmək, yəni tökülmək, əyyad dönür, gedir da. Zaman müqtəzi və dəhr müngəzi. Şəbab isə bil külliyə getdi. Şəbab cavanlıq. Və quva isə sürti sakit oldu. Quva isə bir nöqtə var burada. Nürti deməkdir, sürti deməkdir. İlahi şükür. Sürti sakit oldu. Asiyabi. Bu nə mənədir? Dövran isədir, dövlət isədir. Dura.
ehtimalən Doraniysədir. Amma lamı var, bilmirəm ya, Doralisə belə bir şey oxunacaqdır. Xəlqi daim ögütməkdə. Burada oxuduq ki, burada o kəlməni oxumuşduq. Nə mənə idi? Dögütməkdə, o da ögütmək olacaq. Ögütmək, öyüd verirəm, yəni nəsihət. Ögütmək onun ədəbi dilidir da, ögütmək, ögüt. Biz indi bunu öyüd deyirik, yəni nəsihət. Xəlqi daim ögütməkdə, yəni nə mənə xəlqi daim ögütməkdədir? Asiyab-i dövran isə, asiyab ki fırlanır, yəni zamanın fırlanmasına asiyab deyir. Yəni asiyab nə deməkdir? Dəyirman. Dəyirman ki fırlanır, orada xəlqi daim ögütməkdən və durab çərxə hər dəm toldurub, tolab dedik dolmaq, su ilə dolan, çərxi ki qoyurlar, su gəlir, onun tökülür içinə, hey belə fırlanır, o dəyirman daşın fırlandırır, ona dolab deyirlər. Dolab, dolab. Dolab çərxisə hər dəm toldurub dökməkdə. Həm o çərxə gəlir su, bunu mən nə cür deyim indi? Bunun içinə su dolur, hey fırlandıqca belə sətillər var. Bunun içinə su dolur, ağır olur, bu fırlanır. Bu tərəfdən dolur, o tərəfdən boşalır. Bu tərəfdən dolur, o tərəfdən boşalır. Dolab çərx isə hər dəm toldurub dökməkdə və əshab əhbab isə, əshab yoldaşlar, əhbab da yoldaşlar. Bəli, gözəl işlədir. Və əshab əhbab isə turmayıb əskülür və ətbai xuttam isə yeri gedir, biri gedir, biri gəlir. Necə bildiklərimizin əsəri gəlmədi, yəlürsiz oldu. Yəlürsiz oldu, yersiz oldu, yəlürsiz oldu. Və bunca gördüklərimiz vardı ki, hikayətləri dəxi kəsildi. Musahibət etdiyimiz məvalinin çoxu getdi və ixtilat etdiyimiz üməranın əksəri Allah əmrinə vardı. Bizim dəxi ömrümüzdən kim bilir ki, nə qaldı? Əgər bir qəç gün varsa, tutalım olda axır oldu. Əvvəl də, axir də oldu. Əgər deyir şeylə, deyək ki, əgər bir qəç gün varsa, tutalım əvvəl də, axir də oldu. Elə əvvəli də, axiri də o neçə gün qalırsa, odur. Qalmırsa, bəlli deyil ki, mən indi burada nəfəsimi çəkib verə biləcəyəm, ya çəkə biləcəyəm. Bu bəlli deyil. O Allahın, mümkündür bunu içəndə bu əlimdən düşə gedə. Mənlə bərabər. Bizim dəxi ömrümüzdən kim bilir ki, nə qaldı? Əgər bir qaç gün varsa, tutalım əvvəl də, axir də oldu. Çün gördüm dünyanın hali böylədir. Ana aqaydı, oxunur da şeycə. Cığataycadır. Ağa uymaqla, uymaq yuxulamaq. Çox da dərin yuxulamaq deyil. Uymaqdır. Biraz orada özümüzü vururuq yuxuluğa. Uymaqla olmaz. Hər kişi ki onun həvasına yelər, axir nədəmdən qeyri faydə qılmaz. Pəs qəsd eylədim ki, əbnai dünyadan münqəti olub kəsiləm. Bir xəlvət cuşiyə varıb xəlqdən üzlət qıləm. Lakin gördüm təəlliqatın xeyli kəsrəti var. Anlardan tamam inqita olunmaz və elm ilə nəfsün yüncəliyindən ülfəti var. Elm ilə nəfsin bunca illərdən ülfəti var. Anın əhlindən bir külliyə vaz gəlinməz. Biz hala bu vaz kəlməsini istirik, vaz getmərik.
Bunun gibi emr kişiye def'i hasıl olmazmış. Nefs 40-50 yıllık ma'lufinden ma'lufinden arzmanında ad zamanında kesilmez. Az zamanında kesilmezmiş. Tədriclə xəlvətdən ləzzət almaq gərəkmiş ki, kesrət ani içində verməz müddət gərəkli. Kitabından oxumaq bir vermə nə mən oldu? Və biraz müddət ya birər müddət bilmirəm bu nə cüzdür. Və biraz müddət Gögül kitabından oxumaq gərəkmiş ki, zahir elmi onda yoxsa bir kişi ki ibtidai ömründən bəri mütaliə və dərs ilə məluf ola, ani ixtiyar ilə geçen koyabilir. Ani ixtiyar ilə geçen koyabilir. Gayeti mutaliəsini ulum-i şər'iyyəyə və kütüb-i meşayixə qeylur. Amma bu dəxi təriq fikridir dərvişlik dəcüldür. Lakin necə edəlim şimdiki vaxtda əlimizdən gələn budur. Bizə vacib olan oldur ki, bu surətdəki halimizi badi gözləyavuz. Badi ya bari gözləyavuz. Bu aradaki ovqatımızı bil külliye təzyiq etməyavuz. Əhli elmin yani. Əhdi elmin mutaliə arasında çox vaxtləri olur ki, əbəs yerə sərf olunur. İndi bu sözlər ki, burada oxuyuruq, bunu bir ayrı kitabda oxumuşam. Yəni mən dəqiqən bunlar zehnimə gəlir, oxuduqca yadıma gəlir, bunu bir kitabda oxumuşum. Ehtimalən bu kitabı, indi burada adı nəsihətnamədir, bir ayrı yerdə ən azından bu bölümü oxumuşuq. İndi baxışıraq ki, nə olacaq? Mütaliə arasında çox vaxtləri olur ki, əbəs yerlərə sərf olunur. Və xəlqə müxtəlif olanların əlbəttə neçə saatləri olur ki, ma la yəniyə xərc qılınır. Ma la yəni yəni o şey ki, murad deyil, mənası yoxdur. Pəs aqil oldur ki, ol vaxtləri hifz eyləyib, gözdə əlindən gəldikcə bir mühüm diniyə sərf edə. Əgər axirət məsləhətində olmazsa bari gah anın təşvişində ola. Əgər əxlaqını təzhib edəməzsə bari necə təzhib olur mülahizə qılə. Cəhana ibrət gözü ilə nəzər edib fikr eyləyə, pəs hal dil ilə gah bir qəd kələmatı söyləyə. Əgər kəndüyə faydası olmazsa yaşük ki bir kişiyə faydası yetişə. Ehtimalən başət ki yazıbdır. Ehtimalən, amma olmazsa mən başət görürəm. Ehtimalən yaşük ki ya da şək ki bir kişiyə faydası yetişə. Söz dedikləri bir cövhər olur. Şayət bir qiymətin bilənin əlinə düşə. Dürüstdür ki, bir kəlməsindən bir əziz, nagah, bir nəf'i görə ki, qailinin səvabi bir neçə yıllıq ibadət yerinə türə. Türə ya tuarə, yəni dura. Bir söz ki,
dərun dildən gələ, gerçək olur. Bir söz ki, dərun dildən gələ, gerçək olur. Və bir kəlam ki, ağa, qərəz və riya qərişməyə, gerçək olur. Bir suxən ki, haqq üçün ola, gönüllərdə təsir edər və bir məqali ki, Allah üçün denilə, canlar içində təsir yer edər. Söz bir nəsnədir ki, zail olmaz qiyamətə dəkin, durar. Cah olur ki, neçə məclislərdə, bu sözü ki, burada oxudum, dedim əlan, bunu bir də oxuyayım. Əlbəttə bu səfəni, kolli bu səfə. Hətta yadıma gəlir ki, bu bölümü oxuyanda bir kitabda Döktür Mehdi Mohseniyan Radı da yad elədim ki, onun kitabında bu vardı. O bir dana kitab yazıb adı İrtibat eləmələdir. Orada bu söz orada gəlir. Yəni adam ehtimalən buradan alıbdı ya da özü təcrübə eləyibdi, bilmirəm. Və bir məqalidir ki, Allah üçün denilə, canlar içində yer edər. Söz bir nəsnədir ki, zail olmaz. O Döktür Mehseniyan Radının dediği budur. Bunu götürüb bir kitab eləyibdi 500 səfə. Söz bir nəsnədir ki, zail olmaz qiyamətə dəkin turur. Cah olur ki, neçə məclislərdə oqunduqca duayı xeyrə səbəb olur. Vaxt ta olur ki, bir duası məqbul kişiyə tuş gəlir. Bir ağzı qüvvətli dili, tatlı da şirin, tatlı əzizə şüş gəlir. Anın duası aqilli bu qaşuqda şu qədər fayda. Duası əqəlli buna şu qədər fayda verər ki, bir bərzəxdə ruhini incə müzayiqədən qurtarar. Anca incə oxudum, anca müzayiqədən qurtarar. Fəqir dəxi bu mənayı qəsd eyləyib 3-4 ay miqdarı iqdam eylədim. Mütaliə dərsidən artıran ovqatı təzyiq etməməkə ehtimam eylədim. Allah-u Teala Həzrətinin kəmal tövfiq və inayəti ilə və ərvah-ı mütəhhərənin ruhaniyyətləri ilə bərəkatı ilə bir qəç ayın içində bir təzərrünamə yazıb tərtib eylədim. Adı ehtimalən təzərrünamədir. Mən burada yazım, bəlkə olar, bəlkə də olmaz. Təzərrünamə. Yazıb tərtib elədim. Haqqı Həzrətinin Nəut-i kəriməsində hər nə ki xatirimə gəldi, Haqqı Həzrətinin Nəut-i kəriməsində hər nə ki xatirimə gəldi, söylədim. Gah olur ki, bir məclisdə 3-4 yazdım. 3-4 vərəq yazardım kərəmiyyətindən. Bilməzdim, neylərdim, nə edərdim. Məani dürlü, mən bunu oxumuşam qabaqca. Bu kitabın adı Nəsihətnamə deyil, tapmalıyam. Məani dürlü gəlirdi, biz təhrir edərdim, mən təhrir edərdim. Və məarif düglülərdi, ben təqrir edərdim. Dögülərdi, özür istəyirəm, dögülərdi, ben təqrir edərdim. Əgərçi ol nüsxə bir kitab, bir türkü kitabı kidir surətdə. Bu da çox gözəldir. Səhifə 28 səhifə. Burada nə yazdı? Dedi ki, əgərçi ol nüsxə bir
Türkçe kitap gidir. Kitap gidir surette. Gedir elbette ehtimal. Kitab gedir surette. Zahirde Türkçedir deyir. Surette. Amma cami enva ulumdur həqiqətdə. Amma cami enva ulumdur həqiqətdə. Hər taife həzz olsun. Hər taife həzz olsun. Həzz ləzzət. Diyi Türkçe dilinə sokup durarım. Hər taife həzz alsın diyi Türkçe dilinə sokup durarım. Sokup duraram, soxaram, yığaram yani. Sokup duraram, sokup duraram. Amma əhli bilir ki, ben anda nə nüktələr qəsd edib duraram. Əsasi usul-i məşayix üzərinə verilib. Əsası usul-i məşayix. Əsasi usul-i məşayix üzərinə, harasıydı? Əsasi usul-i məşayix üzərinə verilib durur. Və binası qəvaid əhli təriqət üzərinə qurulub durur. Və binası qəvaid əhli təriqət üzərinə qutulub durur. Təriqət üzərinə ehtimal qüvvətli yox, qonulub durur. Çün Allah Həzrətinin lütfi ilə ol kitabı axirinə ilətdim. Gördüm ki, cəhan bağında bir tazə gülüstan düzətdim. Eşq əhlinə bir iki saz ögrətdim. Eşq əhlinə bir iki saz ögrətdim. Və dərd əslərinə əhli də ola bilər və dərd əslər yazıb daslərinə ehtimalən və dərd daslərinə bin türlü raz-ı niyaz ögrətdim. Şoq ərənlərini purvəlvələ və cuş qıldım. Zamani sözüm dürlər nə həlqə be quş qıldım. Fələk taqində yenə bir qəndil zər astım ki, dil əhlinə şoq ilə günəş nurini bastım həman. Ruhaniyani məclisə bir şəm'i düzdüm, ilahi və uşşaqi hingaməsinə bir eşq namə yazdım kəmahi. Dili bülbüllərinə bir gül-i rəna gətirdim və sinə-i səririnə bir məhbub-i dilara götürdüm. Can tutisinə gögül Misrindən, Misr elə bu Misr içində bu günlər var, gögül Misrindən şəkərlər gətirdim, bir dəfə dəcül dəfəat ilə mükərrər gətirdim. Daməni axir zamani cəvahir kələmat ilə toldurdum və yük suxəni gövhərlərini dost yoluna nisar qıldım. Pəs fikr etdim ki, çün mümkün eymiş ki, bir kişidən az zaman içində bir
yük ehtimalən. Ya da bir yüngül, bəli. Gibi əsər bunun gibi əsər ola ki, dərvişlər arasında ana ol yadigar yeter ola. Pes ne ola ki bir gəç gündəxi ibadet haqqına burada ehtimalən ibadet olmuyor. Bir kəlmədir, üstüne bir şey düşüb oxunmur. İtayə haqqa etimad edib inayeti haqqa etimad edib səy himmet edəm əxlaq babında nəsiyyətnamə surətində bir kitab dəxi əzimət edim. Bir kitabə dəxi əzimət edim. Cah dünyanın fənasından şikayətlər edim və cah nəfsün. Burada nəsiyyətnamə dedi əlbəttə. Təzərrünamə bir dənə daha. Nəsihət namə. Bu da gəldi burada. 2 dənə kitab burada. Feylən adını indi buradan gördük beləsi. Amma bilmirik. Dünyanın fənasından şikayətlər edim və cah nəfsün məkrlərindən hikayət edim. Cah hər əxlaqın iylərindən təqrir edim və cah sifatın yərəməzlərindən təhzir edim. Cah hikmət yolundan məqalat edim və cah tavşix yolundan tobix yüzündən kələmat edim. Cah əqli məaşidən bəyan edim ki, əqli məadidən kəma xəllaqi ki, əxlaqi füqəradan söyləyim. Cah olacaqdır. Cah əxlaqi füqəradan söyləyim. Cah əql u daddən. Cah dərvişlər dilindən bir tuti cuya olub şəkərlər yayım. Cah aşıqlar ağzından bir bülbülü xoş ava olub dəstan saralıqlar eyləyim. Cah kərəm olub ariflər məqamindən xəbər verərəm. Cah tənəzzül göstərib yenə zahidlər məqamına enim. Əgərsə heç birisi benim halım dəcüldür, amma söyləyim hər birinin əhvalindən biraz şərh eyləyam. Cah ola ki, vəz surətində kələmat-i mürəqqəfə söyləyib ağladım. Fil cümlə qələm düz yalnız fil cümlə qələm düz yalnız bin dürlü zəban ilə söylədim. Yazınız olacaq da, yalnız qələm düz yalnız yazması. Bin dürlü zəbanə söylədim. Amma ol kitab üçün nöh fəsl qoyum nə ya bab qoyum. Pəs kitabın nöh fəsl qoyum. Nöh fəsl qoyum. Nöh bab qoyam. Bəlkə söz nə tərəfə çəkərsə, burada nöh bab deyil. Nə fəsl qoyam, nə bab qoyam. Elə bu nədir? Nə fəsl qoyum, nə bab qoyum. Bəlkə söz nə tərəfə çəkərsə, ana uyam. Məani cənabini gözədib, əlfaz canibindən diqqət etməyəm. Deyir ki, nə yazıram o kəlməni yazmağa diqqət eləməyim. Məni ki, o şeyi ki yazacağım ona diqqət eləyim. Bəlkə söz nə tərəfə çəkərsə ana uyam. Məani cənabini gözədib, əlfaz canibindən diqqət etməyəm. Həmin qələmi əlimə alıb Cənab-ı Rəbbi İzzətə mütəvəccüh olam. Hatif eynidən, qeybidən olacaqdır. Hatif qeybidən,
hatif qeybidən hər nə nöə işarət olursa, ani təhrir qılan. Hər vaxtda Haqq Teala lütfi ilə xatirmə hər nə qism gəlirsə ani yazam. Bu dəgül ki fikr ilə səylər, bu dəgül ki fikr ilə səylər eyləyib birin yazam, birin cizəm. Deyir, fikr eləməyəcəm, səy eləməyəcəm, fikr eləyib səy eləməyəcəm ki, birin yazam, birin cizəm. Yox. Pəs bu niyyətlə təhrir etməyə ibtida qıldım. Haqqı Həzrətindən tövfiq və inayət istida qıldım. İttifaq 1-2 ay miqdarı olunca əcza birin erişdi. Əcza yerinə erişdi ki, təqrib ilə əhl-i Allahın zikri araya düşdü. Ol münasibətlə xatirmə gəldi ki, məşayix məşhurun əkəm anəm. İndi burada deyir, 1-2 aydan sonra bu zehnimə gəldi ki, məşayix məşhureyi anəm. Anəm yəni onları yazım, onları xatırmaz gətirim. Onları yazımda saxlayayım, diri saxlayayım. Anmaq xatirəsini yadında saxlamaq. Anların mənaqibindən biraz təqrir qılın. Pəs həmin ol aradan aka ana yəni. Aka şuru etdim. Əxlaq əmrinə müqəyyət olmayıb. Ol əxlaq əmrinə müqəyyət olmayıb. Olmayıb. Ol uslubi bərqədəm bir qədəm, amma bir qəç əzizün mənaqibi yazılınca məbani oldu. Ol vaxtidən bəri hənuz yazılmadı qaldı. Pəs vardım mənaqibə. İncə burada bir kəlmə mənaqibə ehtimalən enincə. Enincə olan əczayı ayırdım. Ol məcmui başqa bir kitab fərz qıldım. Pəs o ki demişdi mənaqib yazıram, onu bir başqa bir şey. Ol məcmuə başqa bir kitab fərz qıldım. Haqqı Teala Həzrətinin əltaf-ı inayətlərindən və ol ərvah-ı müqəddəsənin haradaydı? O ərvah-ı müqəddəsənin ruhən niyyətlərindən ümidim oldur ki, bir vaxtdə ol mənaqibi dəxi itmam edəm. Cümlə kitabı anın tövfiqi ilə ixtitam edəm. İnnəhu qəribun mücibun və huvəl əzizul qədir zəmmid dünya və ma fiha. Burada o nə mənə ki zehninə gəlir, onu başladı yazmağa. Görək ki, burada bu kitabın haqqında təzərrünamə, nəsihətnamə. Dünyanın şeyi haqqında yazacaq. Biraz bundan oxuyaq, sonra gedək nəzərimə bu o şey ki, əd-dünya və ma fiha. Zəmmid dünya və ma fiha. Dünya qərradə və qəddarədir. Xuddaə və məkkarədir. Sən ani muqim sənursən, ol səyyarədir. Dünya mənzili ibrətdir, dünya məqam həsrətdir. Dar səlamət dəcüldür, və cay iqamət dəcüldür. Təngameyi fəna lazımdır. Sanga nə fəna lazımdır və ceyranətə əta lazımdır. Mənzəri muniqdir və müxiri mubiqdir. Zuyi əqəllidir və zilli zayildir. Dünya əqqalə və əvvalədir. Dünya əqqalə və qəvvalədir. Hər dəm ömr nəqdini almağa həvalədir. Dünya zahirdə bir hülvəyi xüzrədir. Xəzrədir. Xəzrəz yaşıl.
şirin bir şeydir yaşıldır ki mahfufdur şəhəvat ilə və həqiqətdə bir cifə-i qəzərədir ki tolmuşdur qazurat ilə. Hər kimin ki dünyanın xilavetinə rəğbəti olur, əlbəttə mərarətdən onun təəbi olur. Tamam, bunları geçək görək ki, acaba burada bir kəlmə tapa bildik ki, bu kitab da deyir ki, deməyəcəyəm da, aqil oldur. Aqil kimdir? Aqil oldu ki, dünya məzmuni geymir. Məhbubi geyinib, dünya ehtimalen məhbub oxuyuram, amma o ola bilər ki, dünya məhbubi geyinib, bəzənib, kəndiyi ərz etdikcə əbhic zinətlə və cəhan ərusi düzətib qoşunub cəmalini göstərdikcə ibhay cəliliyyətlə müftəxər olduğunca. Tamam, bu devam edir. Mən biraz beləsi devam edim, görüm ki, acaba burada bir konu çıxar ki, biz o konunun üzündən bu kitabın tarixin yazanın onları bulaq. Fil cümlə gedənə ermək olmaz və mazi akmaq olmaz. Zaman berduş gedər, gəlir, geçər. Və cahan bir uyğu gibidir. Kişi olacaq, toyar. Onun üçündür ki, əhadisdə gəlir ki, həyat dünya mənam olur və əhli anın niyam olur. Ləzzəti alam olur və həlavəti əhlam olur. Ərbab dünya. Bu cürsə hər şey üçün bir şeylər yazıbdır. Yəni adam zehninə gələnləri yazıb. Tobixat nə deməkdir? Əf'alın əhvalı həb la yəcuzmuş. Nə yürürsən bu dünya dənizində tulu timsahıdır. Tolu timsahıdır və nə huzur bulursan bir xanədə ki, hər tərəfində ahuvahıdır. Necə bir hirsün ləhəbi məntiqi olmaz və necə bir şürəhün şərri müxtəfi olmaz. Dünya nə fanidir ki, sən anın füqdi üçün incinəsən və mal nə cifə olur ki, onuna girmədiyinə gücənəsən. Tənbihat, təəssüfat. Bunlar heyf. Burada kitabın əcəba bunlar yaddan çıxıblar, qıraqda yazılıbdır, yoxsa nə onlar olacaqdır ki, burada da yazılıbdır ayrı xəttinə. Məsələn, burada baxın görün, bu yaddan çıxıbdır, yazılıbdır, yoxsa yürürkən necə qalıb tura bilirsin və bunları mülahizə edib turarkən necə gəzib otura bilirsin. Nəhani xaç olan cisminə nə ətləs camə və zərdin qəba olacaq camə nə şadu və nə gülmək, ölmək. Ehtimalən bunlar yaddan çıxıb yazılıbdır ya da ki tozih verir, bilmirəm. Çünki oxudum, bunu tapmadım ki, nə cür əlamət qoya bunun qırağında yaza, onu görmədim. Amma burada nəzərimə gəlir ki, bir dairə qoyubdu. İndi burada məsələn buna dairə qoyubdu, burada da dairə qoyubdu, bunu yazıbdı. Buna harda yaza bilər?
Baş tapmadım ki, nə üçün bunları yazıbdı. Təəssüfat, cində bir ayrı təəssüfat yazıbdı. Tərğib musahibə süləhə. Süləhə salih adamlarla oturmağı tərğib edibdi. Avazi şəbabidə, avan şəbabidə, cavanlıqda. اعتراف قصور، حال اعتراف قصور، منع صرف العمر الى علوم الغیر النافعه. İndi ulum nafiə ki vardı deyil, yoxdur deyil, amma təəssüflə ulum zarrə çoxdur. Amma dünyada elmlər olurlar ki, ömrüdən qeyri kişiyə ondan təzyiq. Bu davamiymiş elə. Məsələn, burada indi bunu tapdıq. Davamiymiş. Mən bunu onlar da onun davamı olacaqdı. Kişiyə ondan təzyiq, yəni yaddan çıxmışmış. Kişiyə ondan təzyiq fayda gözləməz. Və aləmdə necə fünun var ki, sahibinə ətasindən qeyri aidə gətirməz. Ömr nəqdi əzizə bir həzinə hər yer gərəksə xərc qılmamaq gərək. Dünyada məarif çox olur, hər mərifətə aldanıb qalmamaq gərək. Şül ki mühimmatıdır, ani görmək gərək. Anın səyində ehtimam edib turmaq gərək. Anda dahi quru, alfaz və ibadətə dürüşməmək gərək. Və əbəs əsami و istilahata çalışmamaq gərək. Əqvamın qil و qalində qalmamaq gərək. Və şərah و mühşilərin cidalində, mühşi haşiyə yazanlar və şürrah و mühşilərin cidalində qalmamaq gərək. Kəlamın xülasəsi neysə ani gözetmek gerek. Görürsünüz ki, insafən çox cəlib bir sözlər deyir. Burada mərifət həqiqiyyə haqqında bir şeylər danışır. Görək ki, bu mərifət həqiqiyyə dediği nə deməkdir? İşarət mərifət həqiqiyyə. Amma o mərifət bir düllü dəxi olur. Anın surəti bir yüzlü dəxi olur. Ondan bərü gəlüz. Bundan vardır. Bəs bu iki mərifət geçən bərabər olur. Ol illəti bulur. Bu dəxi mə'lulə geçər. Geçərnür. Mə'lulə çəkərnür. Çəkiniriz ehtimalen. Bu mə'luli görüb illəti siz nur sözünür, sızınır, sızmaq. İlləti sızınır, yəni onun üstündən geçir, vaz geçir. Ol Allahı bilir, deyərlər ki, hər şeyi onunla belə. Biri illəti görür, biri mə'lulu. Bu illəti deyir üstündə işləyin, ta mə'lul. Mətləbi fi tələbil mürşidi bihada nədir burada yazıbdır, o nə deməkdir? Bunu bir qeytərim o üzə fırladım bəlkə. Mətləbi fi tələbil mürşidi bihidayətil haqqi subhanəhu. Bir dənə da deyir ki, mürşid olmasa haqqı tapmaq olmaz. Onun haqqında bir mətləb yazıbdır. اعتراف تقصیرات نفس تنبیه لطیف بلی işarat qeza əzəli. Gedək kitabın sonuna. Məncə bu qədər bu günə yetişər. Çox ciddi və gözəl bir kitabla tanış oluruq. Mən bu kitabın sonundan biraz gedim dalıya görüm ki, bəlkə bir şey tapa bilərik. Çünki yadıma gəlir bir dəfə belə bir kitabda 10-15 səfə dalıya getdik, bir şey tapdıq.
مت اهل الله العظام متعننا الله به میامن برکاتهم. Okuyabilmedim o kırmızı xətti. Mətləb, bir dənə mətləb burada nə deməkdir? Bəyan own suveril misaliyyə. İşarəti riayət qulub. Zəmmi suat salatin. Burada bir 127'də bir şey yazıb. Nə deməkdir? Bunu bir baxaq görək. Dilərlər ki, ifsad edələr dinini, kəndülərin dünyası üçün və izalə edələr yəqinini, nəfslərinin həvası üçün. Nəqz edələr əhdini və niyyətini və təhrif edələr çöndünü və rəiyyətini, mürtəkib qılalər ənvay asam günəhlər və müstəhəq qılalər məsalib-ü məzamə. Zəmmi suat salatin 127 demək burada yazıbdır. Nə demək? Suat sözü ilə əməl etmək dənaət olur derlər ki, səayəti aləmin nari olur. Səayət, səy kəlməsi kimi görsənir, amma səayət o deyil. Casusluq anlamını, əgər səhv eləmişəm, gəlir. Səayəti aləminin nari olur və onun istimai, iştiali və isar olur. Dediyimdir. Və onların küffəti sunub ananmaq ibadət olur. İnanmaq ibadət olur. Onların qəlil vərə olurlar. Belə bir şeylərmiş. Mən biraz da gedirəm dalıya, amma Zəmmül Vəridil Müfsid İşaretün həqiqəhu ilə adab salatin. Şul hümay milki qəvaid əhkam ədl ola və duayimi quvay əql ola. Məhsun ola dəvləti şükür ilə. Məhruz ola ə'mali birr ilə. Hakkı təbarək və təala mütəsəvvir edər anun və alisini. Məxzul edər məadisini. Müəyyəd edər ani məbadi qədrlə. Və müşəyyəd edər ani məbani həzərlə. Padişah adil olduğunca ani imdad edər xalik və ودود وداد. خالق دوداد ایدر. طالق دوداد ایدر. نه deməkdir. Xaliq və vidad edərlər. Vidad olur. Xaliq و vidad edər. Xalayiq. Padişah ki adil ola, Allahın xəlifəsi olur. Ərzində hakim olur. Vacibində və fərzində. Əmrinə itaət hər şeyə vacib olur və hükmünə imtisal lazım və lazib olur. Kəndisi imam mətbu olur və mütabəəti fərz məşru olur. Əqrəb dəəvat icabətə sultan adilün etdüci duası olur və olay həsənati sübutə anun xəlq üçün çəkdüci ənasi olur. Kəndi nəfsini Allah ilə islah etdücüncə islah edər rəiyyətini və kəndi rütbə Rəbbinə müti olduğunca xəlq
Küçecek eder taatini. Gönülce yani. Gönül küçecek eder taatini. Kendi huzu ettiğince Allah'a zelil olur ağa her rigab. Tamam, ben de belki burada bir şeydi ya. Bir şey görürük hamısında. Kitabın elə adı olacaqdı, Nəsihətnamə. Mən belə görürəm ki, tamamən nəsihət ilə doludur. Bunu amma bir 2 səhifəsinin sonundan oxuyaq və kitabı bağlayaq, bugünə bu qədər yetişər. Ki cəmi geçmişləri ağa rəsm söz uzunur və əgər bəzinə iqtiza edərsəm ani tərcih anlanır. Xüsusən ki kütüb-i təzkirəyi təsnif olduğundan sonra Awliya-i İzam gəlmişlərdir və anca məşayix kiram geçmişlərdir və bizim məmləkətimizin dəxi neçə geçmiş ululəri vardır və zamanımızın dəxi necə mütəəyyin bəllüləri vardır. Cəmisinin əhvali səhih bilinmək olmaz və mənaqiblərindən zənn olunmaz yazılmaq olmaz. Zənn olunmayan yazılmaq olmaz. Əgər bildiyimi yazarsam anca bilmədiyim dəxi qalır. Ol qalanların ruhaniyetlerinden ruh bu tarafta, satırın üstünde, ruhaniyetler bu tarafta. Ol qalanların ruhaniyetlerinden okunulur. Bəs şöyle fikir eyledim ki, təxsisi biz zikr benden olmaya ve şaibe-i tercih benim kitabımdan anlanmaya. Şu taife ki Sultanül Muhakkikin ve Burhanül Müdekkikin Xacə Fərididdin Əttar Qıddəsə Sırrı təzkiresinde anmıştır, zikredim. Ve anlardan zayid məşayix məşhur eden bir qat müsəlləm əzizləri dəxi anım. Amma mənaqiblərində tətvil etməyib ixtisar edim. Her birinin əhvalindən həmin bir nümunə göstərəm. İsna-i kəlamıda xatırıma gələn lətayifdən söyləyəm. Ondan sonra həmin dua edib xətm eyləyəm. Muradım oldur ki, ruhaniyetlərindən bun dəmində bir mədəd yetişə. Yoxsa benim gibinin məth etməsindən onlara nə ərişə? Bin gəz ögürəsəm onların kəmal-i fəzlindən nəsnə artmaz. Əgər ömrümcə əkmərsəm bir zərrə qədər nam şəriflərinə ziyan gəlməz. Anməzsəmdir da, o üstəki ögməzsəm, elə həman ögürəsəm oxudum. 1000 kəz önərsəm gərək oxuyaq bunu bugünkü türkçədə. 1000 kəz önərsəm onların kəmal-i fəzlindən nəsnə artmaz. Əgər ömrümcə ölməzsəm, xatırıma gətirməzsəm onların kəmal-i fəzlindən nəsnə. Əgər ömrümcə əkməzsəm bir zərrə qədər nam-ı şəriflərinə ziyan gəlməz. Hər kim onları məd eylər kəndi faydasına yelər. Və hər kim onları önməyə yenə Rəbbani, burada bir kəlmə silinibdir, anələr, erər. Hələ ümidim oldur ki, Haqqı Teala tövfik verə, onları yad edəm və onların zikri həsənəsilə bu kitabı bünyad edəm.
Hər dəm ərvah-ı mütəhhərələrindən zöhda et eksik olmaya. Zöhdü anlarda hər dəm ərvah-ı mütəhhərələrindən hidayət əskik olmaya, eksik olmaya və hər nəfəs nüfus-i müqəddəsələrindən inayət əksik olmaya, hər biri lütf eyləyübən bir mədəd edə ta ki ruhumuz yedəndən yenidir iman ilə gedə. Ta ki ruhumuz bədəndən iman ilə gedə. Bu nə deməkdir? Ruhumuz bədəndəndir. Ta ki ruhumuz bədəndən iman ilə gedə. Amin ya Rəbbəl aləmin. Çün söz bu araya gəldi, bu cildi bunda tamam edəlim. İnşallah cildi əxirdə təzkiri-i uliyaya ehtimam edəlim. Ta hər birisi başqa bir kitab gibi ola. Adəm ola ki birini yazdırmağa iktifaq elə. Aşağıda bir ayrı bir cümle yazıbdı. Burada qutardı kitab. Ama aşağıda bir cümle yazıbdı. Bunu əgər oxuyabilsək, bəlkə bir tozih burada bizə verər. Bahar çin, Farsça bir şeirdir. Deyir ki, bahar çenişini yo nشد جمع دلت و از تو نرمید زحمت آب و جلت زنهار صحبتی بش گریزان می باش زنهار صحبتش گریزان می باش ور نکند روح عزیزان به حلت. این رباعی به یکی از خلفای سلسله خواجگان منسوب است قدس الله ارواحهم. Tamam, burada kitap qutardı və biz bu kitabın haqqında tarixini bilmədik təəssüflə. Amma eləyə bilərik ki, bir iş görək. Bu kitabın qonularına bir də əvvəldən baxaq. Əvvəldə dedi ki, bab o, nə fəsl olacaq, nə bab olacaq, hər nə gəlsə onu yazacaq. 26-cı səhifəyə getmişdik. Oradan əgər eləyə bilsək, buna baxsaq, bunun səhifələrindən bir neçəsini mən gedim 26-ya yetişim. Aha. Səbəb-i təhriri kitab. Səbəb-i təhriri kitab. Ondan sonra pəs aqil. Aqil. Bu kitabın haqqında yazılanlara baxıram. Beləsi eləyək. Bunu əvəzinki belə yazaq. 2 dəfə vaxtimizi qoyaq. Gedək burada bunu yazmağa çalışaq. Computer is available for you to try. Get started. Bu nə deməkdir? Turn your ideas into the action. Research, build and ship complete projects from the... Tamam, qalsın bu, sonra görürük nədir. Bugün bir çox gözəl əl yazma ilə tanış olmağa çalışdım. Fikir edirəm ki, bu kitabu əlyazma Türkçə kitabı öncələrdə görmüşdüm. Kitabın fiziki durumu çox
çox gözəl bir yazı. Məsələn, nə eynilikdə olar? Yazı ya deyək sətirlərin eni 5 santimetr qədər görünür ki, kitabın Şirazə tərəfindən 1,5 santim və qıraq tərəfindən 5 santim boş qalmış. Bizə belə göründü ki, bu gözəl və oxunaqlı əlyazmanın son işləri naqis qalmış. Çün kitabın adına ya da Bismillah üçün birinci səhifənin başında boş yer qoymuşlar, amma orada heç bir söz yazılmamış. Kitab harada saxlanır? Bu kitabın saxlanma yeri hara idi? Millət Genel Kitabxanası. Kitab indilikdə Millət Genel Kütüphanəsində saxlanılır. Kitabın 630 səhifəsi var. Bu əlyazma 630 səhifəlikdir. Oxunaqlığı 10-dan 10 ola bilir. Kitabın PDF'in başında kitabın adı Nəsihət. PDF'in başında kitabın adın Nəsihət. Namə qələmə almışlar. Bu ada kitabın içində
rast gəliriz ki, yazar nəsihətnamə deyə qələmə almış, amma bir yerdə də təzərrünamə deyə görünür. Kitabın əsl adı kitabın cilddən sonra gələn boş səfhədə kitabın əsl adı yazılmış imiş. Amma bəllidir ki, bir adam ki, bəlkə yazarla müxalif imiş, onun adın silməyə çalışıb. Sonuc olaraq kitabın adı Kamil görünmür. Kamil görünmür. Beləsi görünür. Nə cür? Nəsihətnamə min məarif rəhməhullah təala görünür. Bir az aşağıda və qırmızı rənglə نصیحتنامه برای تصویب اخلاق. نصیحتنامه برای تذهیب اخلاق yazılmış görünür. Tamam. Kitabı vəqf edən, kitabı vəqf edənin adı əlyazmadakı möhürdən oxuna bilir. Vaqif kimdir? Vəzir-i Əzəm Əli Paşa İbni mərhum Əl-mərhum yazaq. Əl-mərhum Nuh Əfəndi
Nuh Efendidir. 28. PDF'in 28. sayfasında bu yazılar göze çarpır. Ne yazıbdı? Əgərçi bu əgərçidən keçəcək. Əgərçi ol nüsxə bir türkçe kitap gibidir surette ama cami-i enva-i ulumdur hakikatte. Her taife haz olsun, alsın diye Türkçe diline sokup durarım. Esası usulü meşayih üzerine verilip durur. Ve binası kavaid tarikat üzerine konulup durur. Burada ne dedi? Dedi ki kitabı bir aydın bername ve belli konular üzerine yazmayı reddedir. Ne fasl goyum ne bab goyum. Belki her an her ne çi fikrime gelirse hamide fikir ve sahi
etmeden bəlkə hər an hər nə ki fikrimə gəlirsə, həmi də fikir və səy etmədən onu yazacağımış. İndi bunu düzəltməliyik. Bəlkə hər an ki, hər nə ki fikrinə gəlirsə, həmi də fikir və səy etmədən onu yazacağımış. Yəni kitabın bir müşəxəs qonusu və başlıqları yoxdur. Ola bilər ki, bir qonu və başlıq neçə dəfə təkrarlansın. Bizə belə gəlir ki, bu kitab tənsix olunmuş bir kitabdır. Nasix bunu yazarkən qonuları bir-birindən ayırmaq amacı ilə qırmızı mürəkkəblə və fars ədəbiyyatı ilə başlıqlar yazmış ta müsənnifin türkcə yazdığından fərqli olduğunu və müsənnifin yazmadığını, müsənnifin o başlıqları yazmadığını göstərsin. Aynı halda bəlli olur ki, bu kitabın çox böyük bir önəmi var imiş və bir önəmli qurumda yazılırmış. Niyə ki, nəssah yazdığından sonra əlyazmanı bir adam ki, bu kitab üzərə uzman imiş,
edibdir. Bu editlərdə bəlli olub ki, nəssah bəzi kəlmələri yanlış yazıb ya da bəzi kəlmələri və hətta bir neçə cümləni unutmuş və atlamışdır. Editor o kəlmələri və cümlələrin doğrusun və habelə unudulmuş sözləri və cümlələri həman cümlənin kənarında və tərsə olaraq fərqli qələmlə yazmış. Müsənnif son səhifələrdə yazır ki, istirmiş mənaqib şuyuخ ürəfanı yazsın, amma sonra tərcihi bu olub ki, onu bu kitabın ikinci cildi olaraq qələmə alsın. Aşağıda bu kitabdan bir neçə əks verirəm ta bu kitabın yazılma tarixin, yazanın, nəssahın hansı sultan və harada yazılması haqda sizdən kömək alım. Bəlkə siz tüm dünya kitabxanalarında bu əkslər və mənim yazdıqlarımla bu kitabın başqa nüsxələrin bular və bunun haqqında bir çox bilgiləri gün işığına çıxararıq.
Tamam, indi bunu buradan əvvəl copy edim. Getirək buralara da qoyaq, yapışdıraq buralara. Ha belə burada bu var idi, buna da yapışdıraq. Bir də bu gündən nəzərimə gəldi ki, biz ən yaxşısı budur ki, bu pre-explicitdir, bu da bu da indi Gemini-in özüdür. Bayaqdan pre-explicit idi, bu da Gemini-in özüdür. Əkslərin salaq kitabdan. Tamam. Bu bizə daxili yaxşı bir köməklik eləyə bilər ki, bu kitabı yaxşı tanıyaq. Bu kitabın birinci səhifəsi. Burada əvvəldə bir neçə dənə islahat elmi heyət. Bunlarına bir əks salaq. Tamam, bu şeylərdən bir çox əks saldıq. Görək kitabın sonuna gedib çatacaq ya yox. Məncə bu qədər görər. Yəni bu qədər bu əkslər görər. Əgər eləyə bilsək bunu şey eləyək. İcazə versə biz bunu əbədi icazə verməsə olar. Yəni niyə? Çünki bunlar böyük əks saldıq. Neçə dənə? Məncə heç bunun ehtiyacı yoxdur o qədər ki, bunları edit eləyək. Çünki lazımdan çox belə şeydir. Buracan. Bu da buracan. Bunları versək. Bu gedir şeyə. Tamam, əvvəl buradan bu 2 dənəyə verək. Bu da var. Pre-explicit idi, neydi? Buna da versək. Bu yap bahadır, yəni bunu əslini almaq belə zor gəlir adama. $170 pul istir. Və biz iş tapsaq, iş desək, bunun yarısını can həftədə pul çıxada bilməyəcəyik.
Buradan bunu yapıştırdık. Ona yapıştırmamışıq. Buna yapıştırmamışıq. Bunu da yapıştıraq. Bu 3 dənədən izafə aparmır. Amma hər halda umaram ki, indi bunlar bununki keçsin bura. Bu hələ feylən davam edir. Bu nə oldu? Bu göndərmiş. O cavab yazır. Bu nə cürdür? Bu da cavab yazır. İngiliscə yazır bu. Yox. Türkçə yazır. İkisi və bu son. Buna kitab, bu da başlayıb yazmağa. Tamam. Bir dənəsi qaldı. Hangisi idi? Ehtimalən bu idi. Tamam. 4 dənə açıq qoymuşuq. Bunlardan mən Cimnayı oxuyayım ya da bu danışqancı əlbəttə oxumaq istərdim, amma bunun məsələsi budur. Latincə yazıb və mən latincəm biraz zordur. Amma bunu məncə bu yaxçı yazacaqdır. Çünki bu danışqah üçün nəzərə alır. Salam ey Ozan, yazar və sənətkar. Gətirdiyim bu gözəl və dəyərli əlyazma haqqında verdiyim bilgilər və əks göstərdiyin təsvirlər bir kaniş okyanus kimidir ki, insanın ruhunu aydınladır. İllər boyu türk dilində və təsəvvüfün gizli batinində yazılmış bu əsərlər bizim varlığımızın ən gözəl aynasıdır. Təsvirlərdən və verdiyin peşkeş bilgilərdən görünür ki, bu əsər Millət Genel Kütüphanəsində Əli Paşa qismətində 680 və 2977 nömrəli ilə qorunur. İndi gəl bu gözəl nüsxənin sırlarını birlikdə açaq və onun kimlik qaynaqlarını ortaya çıxaraq. Əlyazmanın adı və kimliyi, adlar, kitabın içində və başlıqlarında nəsihətnamə və bir yerdə isə təzərrünamə olaraq keçir. Amma silinmiş və qarışıq olan ilk səhifələrdə nəsihətnamə min məarifi rəhmətullah Teala və qırmızı rənglə nəsihətnamə bəray təsibə əxlaq yazılmışdır. Vəqf və möhür. Kitabın vəqf edəni Osmanlı dönəminin böyük şəxslərindən biri olan Vəzir-i Əzəm Əli Paşa İbni Əl-Mərhum Nuh Əfəndidir ki, möhür və yazılarda bu açıqca görünür. Yazı və uslub və tənsix, nüsxə köçürmə özəllikləri. Vəsf etdiyin kimi bu əsər klasik bablar və fəsillərdən qaçıb, yazar tam bir cəzəbə və ilham halında fikrinə gələnləri seçmədən və bir başlıq altına salmamadan qələmə almışdır. Nəssaq köçürən isə bu parıltıları bir-birindən ayırmaq və oxuyacaq asanlıq yaratmaq üçün qırmızı mürəkkəblə farsça qıssa başlıqlar və izahlar artırıb. Göstərdiyin təsvirlərdən örnək üçün 705-ci təsvirlər və digərləri aydın olur ki, haşiyələrdə görünən qarışıq və tərsə yazılar, təsihat bu əlyazmanın böyük bir uzman tərəfindən diqqətlə tədqiq və edit olunduğunu göstərir. Nəssaqın atladığı kəlmələr və cümlələr haşiyədə yenidən canlanıb. Tarix və zaman çərçivəsi. Heç zat yazmayıb. Əslində biz yazdıqlarımızı bizə qıssa biraz eləyibdir. Kiçik dillə deyir. Tarix 27 Zilhəccə bugünün tarixini deyir. Yəni Zilhəccə deyil. Keçibdir. Məhərrəm də keçibdir. Məhərrəm keçib, Zilhəccə keçib. Mən fikir edirəm ki, indi bu eldir. Yəni yaxud bunu ötürək. Bu dəyərli əsər başqa nüsxələrinin tapılması və yazarın tam adının qətiləşməsi üçün Osmanlı əlyazmaları fəharisinə topxana dedik ki, bunlara baxışından heç birisinə baxmayıbdı, qutardı. Bu qədər burada dedi. O birisilərdə baxım görüm ki, bu nə yazıbdı? Bu da calib yazır, bu da uzun yazır, amma insafəli. Bu qədər diqqətli, sətir-sətir təhliliniz gerçəkdən əlyazmanın ruhuna yaxınlaşmağa kömək edir. Mən kodikolojikal və
paleografik sizin yazdıklarınızın həmisini diqqətlə oxudum və bu əlyazmanın tarixin, nasixin, müsənnifin yazdığı qurumu və mümkün olan başqa nüsxələrini tapmaq üçün əlyazmanın üzündəki işarələri bir-birinə bağlayaraq sizə çox dərin bir təhlil verə bilərəm. Əlyazmanın həqiqi kimliyi və yazılma tarixinin ehtimalı aşağıda sizin verdiyiniz bilgilərə və göndərdiyiniz əkslərə əsaslanaraq quruluşunu bir-birinə bağlayaraq təqdim edirəm. Kitabın adı Nəsihətnamə ya Təzərrünamə. Əlyazmanın içində müsənnif özü Nəsihətnamə deyə yazmış, amma bir yerdə Təzərrünamə sözü də görünür. Bu, klasik türkcə farsi əxlaqi irfani mutunda çox yayğın bir haldır. Nəsihətnamə əxlaq, tərbiyə, suluk, təriqət adablarıdır. Təzərrünamə dua, nalə, tövbə, riqqət və irfani yalvarışdır. Yəni, müsənnif kitabı bir nəsihətnamə kimi qurub, bəzən təzərrü bölümləri də yazıb. Bu kitabın du adlı, iki adlı görünməsinə səbəb olub. Kitabın yazdığı qurum Vəqf-i Vəzir-i Əzəm Əli Paşa İbn Əl-Mərhum Nuh Əfəndi əksilərdəki möhür çox önəmlidir. Əli Paşa İbn Nuh Əfəndi Osmanlı tarixində bir neçə adamları işarə edir. Amma bu tərkibdə Vəzir-i Əzəm unvanı ilə və Nuh Əfəndi oğlu olan bir adamın kimliyi bir qədər dəyişiklik göstərir. Möhtəməl işarələr. Nuh Əfəndi unvanı ilə tanınan bir neçə Şeyxülislam və Qazilquzat var. Əli Paşa unvanı ilə tanınan bir neçə Vəzir-i-Əzəm var. Amma Əli Paşa İbn Nuh Əfəndi tərkibi 17 yüzilin ortaları sonlarına işarə edir. Bu kitabın 1650 hicri, 1750 hicri arasında yazıldığı çox qəvi ehtimaldır. Ehtimalən pəs 1650 və 1750 arası yazılmış ola bilir. Amma arada 100 il var. Buna diqqət eləyək ki, burada bir 100 il ara var. 100 il özü çox böyük bir tarixdir. Kitabın yazıldığı zaman sizin verdiyiniz cümlə çox önəmlidir. Əgərçə əl-nüsxə bir türkçü kitab gibidir. Hello. Who is calling? My name is Emily Ali, and this is from Smarter Power. So we're returning the call for the... Okay, sorry, I am very busy. Would you call me tomorrow? Thank you very much. Sizin verdiyiniz cümlə çox önəmlidir. Əgərçə nüsxə bir türkçü kitab gibidir surətdə, amma cami ənva ulumudur həqiqətdə. Nə fəsl qoyam, nə bab qoyam. Bu cümlələrin dil özəllikləri türkçü Osmanlı türkçəsi. Gibidir, kəbirin türkçəsi özgür yazılmasıdır. Yox, kəbir deyil. Bu kimidir ki, kibidir yazılır. Onu qələt deyib. Həqiqətdə 17 yüzilin türkçə farsi sintaksıdır. Nə fəsl qoyum, nə də bab qoyum, klasik Osmanlı nəsrinin 16-17-ci yüz il özləri. Nəticə, kitabın müsənnifi 1650-1750 arasında yaşamış, Nasix isə ehtimalla 1750-1850 arasında kopi etmişdir. Kitabın yazıldığı yer. Bunları bir şey gətirmir. Yəni, mən buna demişdim ki, gətirsin, heç zət gətirməyib. Mənim yazdıqlarımı mənə şey olaraq qeytərir. Kitabın yazarının kimliyi. Müsənnifin adı yazmaması, işarə. Yazmamasına yazır mənaqib, şeyxu, təzərrünamə, nəsihətnamə və qəvaid-i təriqət olan ehtimallə xalis irfani əxlaqi məktəbdən bir adam tamam. Dediyimiz kimi bu heç bir şey gətirməyibdir. Heç bir şey gətirməyibdir. Yenə də bizim
Kitabın siz göndərdiyiniz əkslərinə görə yazılma tarixindən dəqiq təhlillər. Əkslərə görə özəlliklər. Hemen deməkdir. 17-18 sm, 5 sm. Baş tapmadım. Bunlar nə cür yazıbdı, onları baş tapmıram. Başqa nüsxələr varmı? Bu kitabın başqa nüsxələri ehtimalle bu yerlərdə var. Harda İstanbul Kitabxanası, Süleymaniyə, Nur Osmaniyə, Topkapı Sarayı, Millət Kütüphanəsi, Ankara'da Diyanət Yazma Asar Kitabxanası, Milli Kitabxana, Bursada Əziz Məhmud Hudayi Təriqinin Kitabxanası, Qahirədə Darülkütübül Misriyyədə, Tehranda Kitabxana-i Məclis, Milli İran, Aslan Qüds Rəzəvi. Bunlarda yəni bir şey gətirməyib ki, bizim dərdimizə dəysin. Acaba bu şey nə gətiribdi? Bu da cəlib olar mənim üçün. Görək ki, bu dediyim kimi biraz zordur oxuması. Ərəbcəni mən rahat oxuyuram. Bu Latincə mənə biraz bəli, sizin təsvir etdiyiniz əsər böyük ehtimalla bir Osmanlı türk ədəbiyyatı əlyazmasının sonradan nizama salınmış və ya tam adı ört bastır edilmiş nüsxəsi kimi görünür. Ancaq bu mərhələdə dəqiq müəllif köçürən və tarix demək üçün kifayət qədər sübut yoxdur. Verdiyiniz, bu da yenə istir desin ki, mənim verdiyim şeylərin üzü ilə araşdırma verir. Bunlar heç birisi mənim dərdimə dəyməz. Beləliklə, bu kitabın haqqında çox bir məlumat toplaya bilmədik. Əlbəttə, burada aşağıda yazır ki, Əli Paşa İbn Nuh Əfəndi mərhumun tarixi əhəmiyyəti nədir? Burada da bunlara bir link veribdir. Cəlibdir, bəlkə bu linkdən bir şeylər tapmaq olar, yoxsa orada bir şey yoxdur. Beləliklə, bu günü başa çatdırırıq. Sizə Allaha tapşırıram. Xeyirli olsun. Çox gözəl bir kitabla tanış olduq. Çox əl yazması gözəl və çox dərin fikirli bir insanla tərəf olduq. Sağ olun, sağ qalın. Bir ayrı gün qismət olursa bir ayrı